Ukraynadan Rusiyaya şok, hücum. Gündəm xəbəri nefrində 22 iyul tarixidir və bir məlumatı diqqətinizə çatdıracaq. Belə ki, Krımın Yalta şəhərində çoxmərtəbəli yaşayış binasına pilotsuz uçuş aparatının zərbəsi nəticəsində 17 nəfər həlak olub. RBC məlumatına əsasən diqqətinizə çatdırırıq ki, bu barədə Krım rəhbərinin müşaviri Oleg Kryuchkov bildirib. Onun sözlərinə görə Ukraynaya məxsus pilotsuz uçuş aparatları Yaltaya hücum edib. Pualardan biri çoxmərtəbəli yaşayış binasına düşüb və Kryuchkov əvvəlcə 13 nəfərin yaralandığını, onlardan 3-ünün isə vəziyyətinin ağır olduğunu, 6 nəfərin isə xəstəxanaya yerləşdirildiyini bildirib. Daha sonra isə o yaralıların sayının 17-yə çatdırıldığını açıqlayıb. Rusiya hava hücumuna müdafiə qüvvələri ötən gecə Ukraynaya məxsus 242 pilotsuz uçuş aparatını məhv edib və Rusiya Müdafiə Nazirliyi bu barədə məlumat yaymışdı. Məlumata görə isə PUAlar Bryansk, Kursk, Leningrad, Moskva vilayətləri, Krasnodar və Stavropol diyarları, Krım, eləcə də Azov və Qara Dəniz üzərində vurulub. Bildirilir ki, dronlar Stavropol diyarından, yəni Aydi və Krasnodarda da məhz önəmli olan bir şirkətin anbarlarına hədəf alıb. Qeyd edək ki, Ukrayna ilə Rusiya arasındakı müharibə isə artıq 3 ildən çoxdur ki, davam etməkdədir.